Oktyabrın son günü hava necə olacaq? Milli Hidrometeorologiya Xidməti bildirir ki, oktyabrın 31-də Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, tutulacağı, yağmursuz keçəcəyi, mülayim cənub-qərb küləyin əsəcəyi gözlənilir. Temperatur gecə 10-14, gündüz 18-22 dərəcə isti, atmosfer təzyiqi isə 766 millimetr civə sütun olacaq. Sabah Naxçıvanda da yağıntı ehtimalı yoxdur. Havanın temperaturu 17-21 dərəcə isti olacaq. Sabah Azərbaycanın əksər rayonlarında da yağıntı gözlənilmir. Bəzi yerlərdə arabir duman, çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 18-22 dərəcə. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 5-10 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.